Kanala like atıb abunə olmağı unutmayın. Bunları edin ki, yeni videolar gəlsin və zəngi açın ki, yeni videolardan xəbərdar olun. Ötən həftə Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı insident təkcə qardaş ölkədə deyil, bizim cəmiyyətə də şok yaşatdı. 8-ci sinif şagirdinin atasına məxsus silahı çantasında gizlədərək məktəbə gətirməsi və dəhlizlərdə qarşısına çıxanlara atəş açmaqla qətliama imza atması ciddi narahatlığa əsas yaratdı. Bir neçə ay öncə Bakıdakı liseylərdən birində də 10-cu sinif şagirdi müəllimini güllələmişdi. Bu həftə isə paytaxt məktəblərindən birində şagirdin sinif yoldaşının üzərinə spirt tökərək yandırması hadisəsi medianın və sosial platformaların növbəti şok xəbərinə çevrildi. Psixoloqlar hesab edirlər ki, son vaxtlar uşaqlarla bağlı müşahidə edilən kriminal hadisələrin əsas səbəbləri kimi dərin sosial uyğunsuzluq, medianın təsiri, evdə silahların mövcudluğu və güc nümayiş etdirmək istəyi göstərilə bilər. Bu faciəvi hadisələrdən sonra televiziyalarda yayımlanan kriminal serialların ssenarisinin, sosial platformaların ürək açmayan mənzərəsinin, zorakılığa təhrik edən internet oyunlarının məzmununun uşaqlara mənfi təsiri ilə bağlı məsələlər də yenidən gündəmə gəlir. Hətta Türkiyədə yayımda olan kriminal serialların ssenarilərinin dəyişdirilməsi, bəzi YouTube kanallarının bağlanması ilə bağlı xəbərlər də yayılmaqdadır. Bəzi beynəlxalq tədqiqatçılar artmaqda olan şagird aqressiyası fenomenini izah edəcək əsas səbəbi tapmağa çalışırlar. Elm adamları baş verənlərin çoxsaylı səbəbi olduğu qənaətinə gəlirlər. Potensial atıcının aydın psixoloji profilini yaratmaq olduqca çətindir və bunun üçün müxtəlif testlər və davranış yoxlama siyahıları kifayət etmir. Məktəbə hücum edən, terror aktı törədən bir insanın davranışının şübhəsiz ki, mürəkkəb komponentləri var və buna görə də onu izah etmək asan deyil. Amma ümumilikdə məktəblilərin müəllimlərə və həmyaşıdlarına atəş açmaqla bağlı fantaziyaları əsasən ədalətsizlik və qisas almaq istəyi ilə bağlanır. Təəssüf ki, təkcə Türkiyədə və Azərbaycanda deyil, dünyanın müxtəlif yerlərində də məktəblərə silahlı hücumlarla tez-tez rastlaşırıq, deyə professor Qulu Məhərrəmli bildirir. Professorun fikrincə, biz istər-istəməz bu məsələdə klassik üçbucağa qayıdırıq, məktəb valideyn ətraf mühit. Mənə elə gəlir ki, indi uşaqların tərbiyəsində ən mənfi rol oynayan valideynlərin təsiridir. Analar 10 il əvvəlkinə nisbətən indi daha çox məşğuldurlar. İşləyən anaların da övladlarına diqqəti lazım olan səviyyədə olmur. Bu da nəticə etibarilə uşaqların və yeniyetmələrin davranışına mənfi təsir göstərir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Nigar Məmmədovanın fikrincə, uşaqların internet oyunlarından, telefonlardan asılılığı hədsiz çoxalır. Şiddətli oyunlara meyillilik ilk növbədə ailədə sevginin olmamasından irəli gəlir. Uşaqların formalaşmasında problem mövcuddur, onlar ətraf mühitlə əlaqəli deyillər. Hazırda ən böyük problemlərdən biri valideynlərin övladlarını yalnız maddi cəhətdən təmin etmək fikridir, uşaqlarla ünsiyyət yoxdur. Əgər valideyn uşağına bircə kəlmə günün necə keçdi demirsə, uşaq o sualı internetdə axtaracaq. Uşaqlar var ki, ailə üzvləri ilə deyil, süni intellektlə dostluq edirlər. N. Məmmədovanın fikrincə, belə hadisələrin çox ictimailəşdirilməsi də düzgün deyil, çünki görünən bütün hadisələr insanın təhtəlşüuruna təsir göstərir. Bunlar şuur altında qalır və nə vaxtsa təkrarlanmaq təhlükəsi yaranır. Bir zamanlar Qurtlar Vadisi və ya Diriliş Ertuğrul kimi seriallar uşaqlara pis təsir göstərir. Özgüvəni aşağı olanlar o cür məzmunlara daha çox meyilli olurlar. Sosial platformalara da nəzarət olmalıdır. Valideyn də uşağının yaş həddinə uyğun filmlərə, videolara baxmasına nəzarət etməlidir. O cümlədən müəllimlər də uşaqlarla bu mövzuda ciddi söhbətlər etməlidirlər.